İmişli rayonunda 9 may faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda görsənir ki, tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı keçmiş SSR-nin bayrağı da dalğalanıb. Üstəlik qələbə günü Sovet mahnısı da səsləndirilib. Məsələ ilə bağlı Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin növbədənkənar iclası keçirilib. İclasda informasiya resurslarında yayılmış İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində qələbə günü münasibəti ilə təşkil olunan tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb. İdarə heyəti şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Salih Səmədovun İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsinə, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.